Əziz və dəyərli izləyicilər, sizləri Bərdə Maşın Bazarından salamlayırıq. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Qardaş, Ford Fusion 14-cü ildir, satmaq istəyirəm. Lüklandır, yəni heç bir problemi yoxdur bugünkü gün üçün. Vini vuranda arxadan vuruq göstərir. 2 il bundan qabaq almışam. Amerikankadır elə mi? Amerikankadır, hə. İzləyicilərimizə də xatırladım ki, elə qardaşımızın özü də bizim kanalın izləyicilərindəndir. Mən neçə ildir ki izləyirmiş. Bu günlərim elə bazarda görüşmüşük. Üzünü görməmişdim, səsindən tanıdım. Səsinin səs tembri tanıyandır. O üçün yadda qalandı. Dedi ki, sizi elə axtarırdım ki, gəlib görüşək. Allah sizləri var eləsin. Görürsünüz də mənim gözəldir, izləyicilərimin hamısı. Allah sizləri var eləsin. Sən də sağ ol. Təşəkkür eləyirəm. Belə bu istidə, soyuqda, küləkdə sən də əziyyət çəkirsən. Yəni minnət kimi çıxmasın, neyniyək də indi işimiz budur. Yox, da minnət də olsa budur, minnət olmasa da budur. Özdə hamı baxır. Elə baxanlar da sağ olsunlar. Minnətdaram. Bir elə Bərdə deyil ki, Azərbaycan deyil ki, elə hər yerdən baxırlar YouTube-da. Mən də elə istəyirdim ki, maşını satanda görüşüm bu Nəvai qardaşla. O da rast gəldi, görüşdük. Nə gözəl oldu. Maşınımız da Ford Fusion'dur. Ford Fusion'dur. 2013-cü ilin 14-cü il. 2014-ün maşınıdır. Aha. 2 ildir də deyirsiniz, siz işlədirsiniz. Məndən də qabaq hərbiçidən almışdım, Bakıdan, Badandaşdan. Özdə mən baha almışdım. Etibarnamədirmi, yoxsa format elətdirmisiniz? Yox, oğlumun adının adı, özümə də Daverinsun var. Hədə nəsə sizin ailəyə aformat olunubdur. Aformat olunmuş maşındır. Sənədlər qaydasındadır? Heç bir iştirafı, heç bir aqraniçeniya yoxdur. Problem yoxdur. Xərc necə? Çəkdinizmi? Xərc çəkdinizmi maşınınıza? Valla 4 dənə təkər almışam. Bir də yağı da. Heylə sürülməyib də qalır burada. Mən çox vaxt olmamışam. Hədə siz elə xaricdə yaşadığınız üçün deyirəm, görün burada işlədən olub maşınınızsa? Yox, olmuyor. Elə qalıb qapıda. İnşallah indi də satıb daha yaxşısını mı alırsınız? Yox, valla gözümdə də zəiflik var. Hiss edirəm ki, sürə bilmirəm. Allah can sağlığı versin. O barədə elə belə qalıb qapıda. Mən almağına baha almışam. Mən ildən onsuz da qiymətləri düşür də maşınların. Bu maşınların da qiymətləri düşür. İndi istəyərəm ki 17 minə satam, indi orada baxarıq. İnşallah, inşallah. Mühərrik nədir bu maşında? 1.5'dir turbo. Benzin mühərrik. Benzindir. Problemi 160 mil göstərir. Hə, o hardasa eləyir 300 neçə. Yox, 200 neçə eləyər, 300-ə çatmaz. Hə, 1.6-ya vurmaq lazımdır həmin rəqəmi. Hə. Mühərrikin vəziyyəti yaxşıdır deyirsiniz. Bugünkü gündə maşında bir problem yoxdur. Yəni mühərrik yaxşı, korobkası avtomat korobka. Hə, hamısı işdə, nə var Zavodskoy üstündə hamısı işləv vəziyyətdədir, Lüktoni kimi. Maşınımızın önü çəkir də, bunlardan ön çəkən maşındır. Peredokda səs-küy yoxdur ki. Qranatda da yoxdur, Peredokda da yoxdur. Olmasın. Altı necədir? Zədə yoxdur altında, polunda. Heç bir zədəsi yoxdur. Bugünkü üçün heç bir. Təkərlər də yaxşıdır. Bu yaxınlarda bir 3 gün bundan qabaq aparıb yenə qaldırıb yamadan baxmışıq altına, heç nəyə yoxdur. Tərtəmizdir. Təkərlər yaxşıdır. Yaxşıdır. Maşınımızın vuruğu, udarı, dəyişiləni nəsə varmı? Vin məndən qabaq mən aldığım hərbiçidən alanda, vini vuranda arxa udar görükür. Amerikadan gələndə. O onda olmuyor. O gəlib, gələn maşın arxadan vuruq olub, Azərbaycana arxadan vuruqla gəlir. Yəqin ki, kraskada həmən hissəyə dəyib, yoxsa hər yerinə kraska vurur? Yox, ancaq həmən hissə. Həmən hissəsi kraskalanıbdır. Hazırda da kosmetik şey elə bilirəm, yoxdur. Yoxdur, heylə. Maşınımız normal vəziyyətdədir, aynaları yaxşıdırmı? Aynaları yaxşıdır. Yoxdur. Düymə ilə qalxır dördü də. Düymə ilə qalxır dördü də, hamısı da işləyir. Maşınımız özü də dəri salondur. Oturacaqlar dəridir. Zədə elə bilirəm görsənmir. Yox, heç bir zədəsi yoxdur. Yəqin ki, sizin arada düymə ilə idarə olunur, yaddaşlandır. Aha, qəşəng. Kondisioner yaxşı deyirmi? Kondisioner də yaxşıdır. Bunlarda da Zavodskoy pult sistemi olmalıdır. Hə, Zavodskoy pult sistemi. Qapıda da nömrə ilə var. Qapını belə bir şey var. Yanır, açarsız daxil olma. Kodla, qəşəng. Maşınımız normal maşındır. Qiymətini də 17-yə deyirsiniz. Endirim nə qədər eləyəsiniz? Valla gəlib elə bir alan adam görsəm, gənə də endirim eləyərəm. 500, 600. Yox, çox baxır bir 400 manat, 300 manat, belə nə bilim, adama baxır da, insana baxır.
Biraz yaxşı xoşuma gəlsə yendirərəm. Endirim ya. Yaxşı adamın danışığından asılıdır. Ay sağ ol. Gözəl. Hara gəlsinlər? Hardasınız? Bərdədədir maşın, Füzuli Maşınımız küçəsi. da Bərdədədir. Uğurlar arzu eləyirəm. Sağ ol qardaş, sən də əziyyət çəkirsən, sağ ol. Siz də sağ olun, minnətdaram. Sağ ol. Xeyirli olsun qardaş. Sağ olun. Mercedes 190. Bəli. Buyur, məlumat ver bilək necə maşındır? 190-dır. İli 90-ındır. 90-cı ilin maşını. 90-cı ilin maşınıdır. Motor 1.8. Benzin də Benzin bəli. Nə qədər vaxtı sizdədir? 2 ildir. Xərc qoymusunuz malandan sonra? Yüngül var, təkərlər. Bir də yağ. Motoruna baxdırmadın. 8 min motor. 1.8 benzin motordur. Bəli. Yağ azaltması necə? Yox. Yox. Yağ azaltma yaxşı, səsi yaxşı. Super. Kondisioner yoxdur. Yox, bir dənə kondisioner. Luku var. Korobkası avtomat korobka. Bəli. Gecikmə, vurma. Yox. Diferdə səs necə? Diferdə səs yox. Diferdə yaxşı. Pola baxmadın. Poldakı- Çürüməsi çoxdur. Üstü kimi altı da tərtəmiz. Altında çürük yer heç yox. Peredokun səsi küyü necə? Yox. Peredok da yaxşı. Tərtəmiz maşındır. Təkərlər normaldır mı təkərlər? Yaxşıdır. Təkərlər Orta. yaxşı. Dəyişilənlərindir. Dəyişənlər Qapı, triyel, kapot. yoxdur. Zavodskoy maşın. Üstündə gəlməli hamısı. Aha. Kosmetik işi yoxdur ki. Nədir? Kosmetik işi yoxdur ki. Yox, yox, yox. Yaxşı. İcə dənə yerdə, o da gün yandırıbsa, vəsiyo. Luk da var, işləyir deyirsiniz. İşləyir. Bəli. Lap yaxşı. Aynaları təmizdir elə bilirəm. Yoxdur ki, qırıq çat. Yox, Aynalar yaxşı, şiti yaxşı. Oturacaqlarda da zədə Zədə görürəm. yoxdur. Yaxşıdır. Süper. Mən normallı maşındır maşınımız. Aynalar əllə qalxır. Əllə. Əllə qalxır. Pultu var. Punt var. Maşınımızın qiyməti neçədir? 6000 6000-ə də deyirsiniz. Bəli. 5500 sayan olsa, verərik. görmək istəyən hara gəlsin? Bakıya. Uğurlar arzu edirəm. Sağ ol. Siz də sağ olun. Nə istəyirsən? Çək, sənə nə deyirəm? Onu qaldırmaq olar. Hə, yaxşıdır. Qardaş, Allah xeyir versin. Çox sağ ol. Allah canını sağ eləsin ki, gəlib milləti çəkirsən. Azərbaycan hər yerinə salamlarımı çatdırıram. Allah şəhidlərimizə də rəhmət eləsin. Sağ ol, Onların Aykin hesabında qardaş. bu gün biz alıb-ver edirik. Bəli, bəli. Sağ ol, Aykin qardaş. Çox Sən sağ ki, hər şeyi başa düşürsən. Bəli. Allah sənə də can sağlığı Çox sağ ol. versin, ruzini də bol eləsin. Allah razı olsun. 06 maşın Bəli, gətirmisiniz. 16-dır. İli 91-dir, motor yağ yemir, korobka atmır. Aslında arıza səs var. Nə vaxtdan sizdədir maşın? Maşın sizə deyim ki, 2 aydır məndədir. Etibarnamə iləndir. Bəli, bəli, etibarla mən. Alandan sonra xərcləriniz nə oldu? Alandan elə xeyli xərc qoymuş. Nə düzəltmisiniz elə? Xadavona gəzdirmişəm, kras qalatdırmışam. Motoruna heç baxdırmadı. Motoru düzəltdirmişəm. 011 deyirsən motor. Bəli, bəli, 011 motor. Yağız atma səs yoxdur. Xeyr, xeyr. Korobka 4, Bəli, 4. atma yox. Xeyr. Diferdə səs var. Yüngül. O da heç hiss eləməzsən, yan var. Getdikcə artacaq mı? Olar. Altı nətərdir? Altında qram çürük yox. Çıxıbdı yoxsa? Bəli, bəli, heç olmur? çıxarılır. Danqırat yerləri salamat. Hamısı çıxarılır. Bir dənə çürük yox. Danqırat yerləri də dəyişib. Peredokun səsi küyü necə? Yox, xeyr, yox. Peredok da yaxşı. Təkərlər də ki, normaldır. Hələ Orta. işlətmək olar. Bəli. Dəyişilənlərin deyin də. Dəyişən mən heç nə dəyişməmişəm. Yox, sizdən əvvəldə Məndən sizin qabaq hekayədə o dəyişilən- yalan deyirəm. O 91-in maşınıdır da. İndi orada detal qalar. Hə, yəni deyirsiniz ki, bəlkə də qalmayıb, eləmi? Bəli, bax dəyişərlər də indi. Aşmayıbsa belə özündə Bəli. var. Yox, bunun qadın sürüb, bu aşmayıb. Aşırtmayıb. Yox. Qadınlar elə təhlükəli sürür. Bəli. Maşınımızın ön aynasında da bir dənə atınalı boyda bir çatdağı var. Bəli. Çatdaq, nə bilim, nə deyim. Şit necədir? Şit təmizdir, yox, şitdə də çatı Yox, var. şübhə də deyə bir dənə orada. Şitdə də çatı var. Aynalar yəqin ki, əllə qalxar. Bəli, bəli, eləmi? bəli. Pultu yoxdur ki. Xeyr, xeyr. Sadə maşın. Oturacaqlar necədir? Oturacaqları. Oturacaqlar da yaxşıdır. Cırığı, söküyü, çöküntüsü. Yüngül deyə orada
söküntü var, yüngül. Siqaret Sərnişin qəybı. tərəfdədir. Bəli, sağ tərəfdə. Maşınımızın qiymətini də dedə. 2600 manat. 2600-ə deyirsiniz. Bəli. Orada yüngül yönləşmək olar. Bizim yüngülümüz 400 manat, 2200. Yo. Ha, Sonra 2300 manata verərəm. 100 manat söhbət oldu, nə? Danışan biraz yaxşı danışsa bəlkə də 2000-ə də alar. Yo, 2000-ə zəng eləməsinlər. 2000-ə konkret zəng eləmə. 2000 deyə burada da verirlər də vermir. Maşınımız hardadır? Maşın İsmail rayonundadır. Uğurlar arzu edirəm. Çox sağ ol. Azərbaycanın hər yerinə salamlarımı çatdırıram. Mən də salam göndərirəm. Sağ ol qardaş. Seyran qardaş, xoş gördük sizi Salam Bərdə əleykum. maşın bazarında. Salam, Hoş salam. gördüm. Nə var, sənin izləyiciləri buradan salamlayıram, atəşli salamlar olsun. Məni tanıyan tanıyır, bilən bilir. Kimlərsə avtobloger kimi, kimlərsə alverçi kimi tanıyır. Çox maşınlar çəkmişəm. Ya dost tanışsan nə tər tanıyır? Dost tanış məni qardaş kimi, yoldaş Aha. kimi, nə bilim, insan kimi tanıyırlar. Bax, nə var, 07-dir. Çəkmişik, göstərmişik. Üzdən 2007, 2008, 2009-un 07-sinə bənzəsə də 98-in 07-sidir. 3500 manat. Qiyməti 4.7-yə baba. Divava istəyən qardaşlarımız. 4.7-yə. 98. Hə. Bəs nə var baba? Aşağı eləyərik. Aşağı Yer eləyərik. araya. Yox, zubor yığılıb maşın. Hə, zubor yığılıb. 3500-ə maya düşsün. O deyir, maşın dəsən əsl sahibi oğlandır. Hə. O bizim qohumdur. Qohumumuzdur. Qohumumuzun maşınıdır. Bizim 4000'imiz var. Yox. Baba 4000 əmələ gəlməz. Ağsaqqal deyir 4000'imiz var. Şey olsa götürürüz senden. Bəlkə verək getsin Seyran qardaş. 4000 əmələ gəlməz. 4.7-yə demişəm. Oradan heç olmaya. Oradan heç olmaya. Bir 200, 3. A qohum. Qohum bura gəl qohum. Səfərən yorulmuşuz. Qohum 47 dənə dedim. Deyir 4000 pulum var. O pula mən bilirəm də qohumum mən demişəm ki yox. Ondan azca 200 çıxarlar, 300 çıxarlar. Birdən-birə 700 vurmazlar maşının puluna. Hə, davam eləyər, nə var? 98-in 07-sidir. Nə vaxtdan sizdədir onu Bu deyir. çoxdan mənim xalam oğludur. Deyirəm gör malverin eləyir yoxsa yox? Yox, eləmir. Şəxsi maşınıdır. Çoxdandan hardasa bir 15 ilə yaxında olardadır. 15 il. Hə. Ay maşallah. Bu maşına güclü xərc qoyulub. Yəni özüm şahidi olmuşam. 3500 manat xərc çəkilib ümumi yığılıb bu ərsəyə gəlməyinə. Yəni hər bir detalı elektron tramvyordur, 07 karbüratordur, nə bilim salondur, hər bir şey yenilənib də. Yəni maşında çıxıltı söhbəti yoxdur. Maşının indi deyə bilərsiniz ili köhnədir. Vallahi üzdən baxan gələn deyir ki, 2006, 2007, 2008-dir. Amma 98-indir. 4700 start qiymətlə çıxartmışıq bazara. Yəni endirim eləyərik. Daha böyük bir endirim yox, cüzi bir endirim eləyərik. Motor yaxşıdır. Motor əla, motor öz, yəni yığılıb, yeni yığılıb, öz deyən, yəni yağ yemir, korobkası atmır, 03 motordur onu deyim, 5 korobkadır. Audio sistemi öz yerində deyil, bir mikrofon, 6 xrom kolonka səsinə bax. Hə, qəşəng səsi. Al səsin. Hafiz al səsin. Hə, yəni problem əsl cavan var. Bir dənə iyili köhnədir. Diferdə səs var. Hə? Diferdə səs var. Yox, mostu təmizdir, diferində səsi Polun yoxdur. çürüyü çoxdur. Təkərlərin 4-ü də təzədir. Polda çürük deyilən şey yoxdur. Peredokun səs. Dokunda səs-küyü yox. Xadaboy sistemi yəni Təkərləri deyirsiz yaxşı. Təkərlər 4-ü də təzədir. Yəni maşın belə deyək də cavan. Dəyişilənlərin də deyir. Dəyişilənləri deyəndə bax bir dənə bu krel dəyişilib. Sürücü Bir dənə bu tərəfi. krel dəyişib, sol krel. Hə. Bir də ki o arxadan sağ tin dəyişib. Başqa heç bir dəyişiləni yoxdur. Yəni qalanı öz zavodudur. Nömrədir, yeni alınıb qoyulub üstünə addadır promoycana. Yəni Davernusada söhbət yoxdur da, öz yerindədir. İndi də əmilər gəlib. Hə. Yəqin pulu azdır, yoxsa 4-4-ə deyəsən dayandı, eləmi qardaş? Yox, hayır. 4-2 sonra ben 200 manat yerim var burada alaram onu. Yox. Yox. Qardaş da 4-4-ə deyil verirəm. 4-4-ə verməmişik. Nə var? 4-4-ə verməmişik. Verək. Yo. 4-4-ə vermiyor. Yo. 4-4-ə də vermək istəmirlər. Bu saslayanı bir maşın var burada. 4-2-yə deyir, Davernus dözüm Allah'ım. Bütün xərclərini deyir, çəkirəm. Yox. Vermir 4-2-yə də.
Sonun da Xalam oğlu dedi 4500 manat. Ondan yəni aşağı 4-5. 4-4-də deyirəm verdilər, vermədik. Ha. 4-4-ünə var, verdilər bu maşına verir. Maşındakı göz qabağında gəlsin, real alıcı, yəni baxsın, maşının altına baxsın, üstünə baxsın, nə bilim, sürsün, baxsın, yoxlasın. Yəni bez problem bir maşındır. Nömrəsini də deyirəm 050 öz Xalam oğludur. 715 2066. Adı nədir qardaş? Adı da Ramindir. Maşına da Göyçayda baxmaq olur. Göyçayda da maşın. Bəli. Yəni bax, Görək bax saat qardaşlar. kimi salon, bax salon deyil. Allah'ın da adı rahmet. Adaş kimi. Bax motorxanaya bax, nə var? Bax bir dənə səsə bax. Soğuq hələ ki soğuqdur yəni. 03'dür, motorlu 03 motor, bəli, canavar. Canavar 03 bilənlər bilir ki, 03 motoru yer cırmaqlayan olub da. Onun altı yok. 4200. Razılaşsanız daha yaxşı olar, amma mən heç kəsə daxil edə bilmirəm. 2 dəfə gəlib getsəz alınmasa 300 uduzu sanırım. Amma mən deyirəm. Hansı rayondan gəlmisiniz? Ağcabədi rayonu. Ağcabədi, eşq olsun Ağcabədlilərə. yoxsa Salam olsun Ağcabədi əhalisinə. yoxsa nəsə satmısınız? Oğlum üçün Allah. Hə, lap gözəl. Allah xeyir versin. Allah Gözəl Xalam maşınınız oğlu da ilə yaxşı maşındır valla. Nə bilim indi baxın da. Allah Xalam oğlu bazarınızı inanmıram, versin. Ramin baba verər. Yəni o mən tanıyan tərsin biridir. O dediyi qiymətdən aşağı düşməyəcək. 4-5 son qiymət deyirsə, deməli son qiymət 4-5. Allah bazar versin. Heç nə. Allah sənin də şifaban diləsin. Sağ ol qardaşım. Buradan Allah kömək etsin. səslənirəm Nəva İskəndərli kanalının izləyicilərinə. Bu videonu bəyənin, kanala abunə olun. Videonun linkini dostlarınızla 4-5 deyirsə. Yox, 4300 Gözləri- Yox, 4500-də. O get Xalam oğlu ilə, Xalam oğlu ilə danışır mənlə. Xalam oğlu ordadır. Bax Xalam oğluna getdin Bəlkə də 4-4 Belə. versən aparıb gedərsən. Yox. Onu da vermək. Hə, sözümü kəsdilər. Bu videonu bəyənin, kanala abunə olun. Mən də azdan küçdən bilirsiniz. İzləsinlər də sənin kanalında Avtobazar izləsinlər. Göyçay YouTube kanalıdır. Mən də belə təşkil edirəm. Həm Göyçay bazarı, həm Bakı Sumqayıt, həm də Bərdə bazarına gəlmişəm. Axırıncı dəfə ilə burada Nəvai ilə görüşmüşdüm. Yenə də qismət oldu. Yenə də Görüşməyimiz, görüşdük. yenə də görüşdük. İnşallah ki, Yaxşı günlərdə görüşək. Allah hər kəsin için avan eləsin. Nə var? Sən də, mən də əziyyət çəkənlərimiz var. Görürəm, təşkil edənlərimiz var. Var, Çıxardılar. çox da hamısı çəkirlər. Çoxdur, Qardaşlarımızın da Allah canı Hamısı, sağ Allah eləsin. hamısının işini avan eləsin. Bu günlərin bazarda maşın da çoxdur, özün də şahid olsan. Bəli, Allah bəli. hamısına da alıcı qismət eləsin. Mən heç nə daha deyə bilmərəm. Öpürəm sizləri, bağrıma basıram. Allah səndən də razı olsun qardaş. Var ol qardaş, var ol. Xeyirli olsun qardaşım. Sağ ol, sağ ol əmi. Allah köməyin olsun. 99. Hə. Buyurun, məlumat İli verin. 2001-dir. Kraskasıdır, xadaboydur, karovkasıdır, motordur, hamısı qaydasındadır. Heç bir problemi yoxdur. Təkərlər təzədir, nə bilim, salonu yaxşıdır. Yəni elə ciddi problemi yoxdur. Nə vaxtdan sizdədir maşın? 5 aydır məndədir maşın. Aha. 5 aydır məndədir. Alandan sonra da xərc çəkmisiniz. Alandan sonra da xərc çəkmişəm. Sənədlər etibarnamədir yoxsa form olunub? Etibarnamədir, Etibarnamə hə. ilə. Etibarnamədir. Sənədlərində problem yoxdur ki? Heç bir problemi yox. Sənədlərində 1 illik lavernusu, 1 illik sığortadır. Sənədlərdə hamısı qaydasındadır. Heç bir problemi yoxdur. Aha. Almısınız, xərc çəkmisiniz Almışam, maşınıza. xərc çəkmişəm. Motoruna baxdırmadınız? Motorunda heç bir problemi yoxdur. Hamısı qaydasındadır. Nə bilim, Yağ əlavə azaltmadır, işlər- səsdir, yox, yoxdur heç ki? bir problemi yoxdur. Hamısı qaydasındadır. Korobkada vəziyyət necə? Yaxşıdır, karovkası da yaxşıdır. Atması, Super vəziyyətdə. səsi? Yox, heç nə yoxdur. Salamat. Qranatlar. Qranatlar təzədir hamısı, təzə dəyişmişəm. Periodokda ümumilikdə səs yoxdur ki? Yox, heç nə yoxdur. Adi altında belə bir dənə pas, sürük, heç nə yoxdur. Salamatdan. Ekran necədir? Ekran da yaxşıdır, pis deyil ekran, normaldır. İş olubdu yəqin ki. İşlənibdə amma yaxşı vəziyyətdə. Qırığı, çatı, pası, heç nə yoxdur. Təkərlərdəki təzədir. Təkərlər də təzədir. Polda deyirsiz zədəsi yox. Yox. Heç heç olmayıb nə yoxsa olandan çıxartmısınız? Yox, olmayıb deyə. Elə maşın udarı yoxdur. Udarsız maşındır. Lap gözəl. Maşınımızın dəyişilənlərini də deyin də bizə. Dəyişənlər heç nə yoxdur. Zavoddan gələn. Zavoddur, yəni qabaq buradır, ekrellərdir, zavoddur. Ha, nə gözəl. İş gedibdir burada. Ekranda yüngül var, indi zamaskadır. Zaten belə iş gördükdür. Həm kraskanavda amma yəni nə deyim, svarkadır, çatdır, pasdır, heç nə yox. Maşınımızda təzə kraskadan çıxıbdı. Maşın harasa bir 2 aydır kraskadan çıxdı. Hə, 2 aydır kraskadan çıxdı. Yaxşıdır, kosmetik işi Yaxşıdır, yoxdur, qəşəng kosmetik işi görsənir. normaldır. Hə, Elə kraskasından xoşum gəldi mənim də. kraskası yaxşıdır, hə. Maşınımızın Problem aynalarında yox. zədə yoxdur. Hətə? Aynalarında. Yox, hamısı yaxşıdır. Ön alan şüşəsi, Yox, hamısı heç təmizdir. heç Əllə yerdə qalxır da problem aynalar. yox. Hə, əllə qalxır.
Şitə yoxdur zədə. Şitə elə biləm. İşte elə belə çatı var. 1-2-3 yerdən çatı var, amma yəni normaldır, pis deyil. Oturacaqlar. Oturacaqlar yaxşıdır. Cırıq, sökük, çöküntü yoxdur. Yox, heç nə yoxdur. Maşınımızın pultu yoxdur ki. Pultu var. Qapıları bağlı. Pultu var, hə, pultla da qapılar. Qiyməti də Qiyməti də 4800-ə deyirəm, yəni alan adam olsa aşağı yönləşərik. 4-3-ə, 4-4-ə. Gələn olsa söhbət eləyərik. Əsas o da əlaqə saxlasın. Əsas o da əlaqə saxlanılsın. Hansı rayondasınız? Bərdə rayonunda. Uğurlar arzu edirəm. Çox sağ ol, Allah köməyin olsun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ olun. 015. İl 2012, 7600-ə deyirik. Nə vaxtdan sizdədir maşın? 7-8 ay belə. Etibarnamədir mi, yoxsa format olunubdur? Yox, etibarnamədir. Alandan sonra xərcləriniz nə oldu? Yox, çox xərcimiz olmuyor maşına. Elə necə almışsınız o Bəli, vəziyyətdədir? bəli, necə almışım. Sənədləri qaydasındadır? Bəli, bəli, hər bir şey qaydasındadır, düzgündür. Aha. Maşınımızın mühərrikində vəziyyət necə? Yaxşı vəziyyətdə, saz vəziyyətdə, yağ yeməyi yoxdur, heç bir problem yoxdur. Yağ azaltma yox, səsi yaxşı. Hər şey yaxşı. Korobkada vəziyyət necə? Hər şey yaxşı. Atması, səsi yoxdur. Atması, heç bir şey yox. Peredokda qranatlar, Heç bir problem yox, hamısı yaxşı. hamısı yaxşıdır. Səs Bəli, küyü Bəli, yoxdur. bəli. Ekran necə? Yaxşıdır, heç. İş olub, əl dəyib ekrana. Yox, əl dəymiş, az deyil. Qardaş deyir, əl dəyib, amma elə belə, yüngül var. Hə. Təkərlərdəki normalmıdır mı? Normal vəziyyətdə. Pol necədir? Zədəsi varmı? Heç bir şey yox, çürüyü zadı, heç bir şey yox. Pol da yaxşıdır deyirsiniz. Dəyişilənin nəyi var? Dəyişilən bizdə dəyişilən detal olub, bizdən əvvəl də bilmirik, yəni dəyişilən olub. Əvvəlinə vəbşə şübhələnmirsiniz mi? Qapı, krel nəsə dəyişilən? Yox, dəyişilən bir şey yox. Kraska vurulmuş olar yəqin. Kriska vurulub, hə. Hazırda kosmetik şey yoxdur ki. Elə belə qabaq krelində azmazlar. Ön aynası da çatlayıbdı iki yerindən. Hə. Dəyişsə daha yaxşı olar. Bir dənə də balacası var hətta. Şitin üstündə çat var. Yox, yox, heç bir şey yox, çat. Şit yaxşı. Oturacaqlar yaxşıdır. Oturacaqlar Cırıq, yaxşı, çöküntü var. yoxdur ki. Yox, heç bir şey yaxşı. Aynalar əllə qalxırmı, yoxsa düymədir? Yox, düymə ilə. Önlər düymə ilə işləyirlər. Arxalarda əllə, bəli. Arxalar da düymə iləndir. Arxalar əllə, Əllə. önlər düymə. Burada biraz səs-küy çox deyə eşitmək olmur. Bəli, Maşınımızın pultu da var. bəli, var. İşdə Qapıları bağlayır. Bəli, bəli. Qiyməti də deyirsiniz. Qiymət 7600 deyirik. 7600-ə deyirsiniz. Bəli, bəli. Bütöv 7 təklif eləsələr. Maşın yanında danışmaq olar da. Əsas odur, sizlə əlaqə saxlasınlar. Bəli, Hansı rayondasınız? Ağcabədi rayon. Uğurlar arzu edirəm Sağ qardaşım. olun. Siz də sağ olun. Əlaqə nömrəmiz 050 751 60 95. Uğurlar verir. Sağ olun. Buranı da qaldıra bilsən. Evet. Qardaş, Allah bazar versin. Çox sağ olun. Maşınınız Toyota Prius. Satmaq istəyirsiniz. Buyurun, məlumat vereyim. Bilək necə maşındır? Maşın ekonom, rahat maşındır. 2007, İli 2007-dir. bəli. Siz nə vaxtdan işlədirsiniz? 7-8 aydır şikayətim yoxdur. 7-8 aydır da sizdədir. Aform olunub yoxsa etibarnamədir? Etibarnamədir. Sənədləri necədir? Hamısı qaydasında. Alqı-satqıda problem olmayacaq. Yox, İnşallah. heç bir şey yox. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Müəyyən şeylər olur, o da bəzək-düzək işlərdir. Təkər zat belə şey, amma belə şəxsən maşın özünə heç xərcim çıxmıyor. İdeal Maşınımızın maşındır. mühərriki 1.5 1.5 hibriddir. benzin hibriddir də. Bəli. 260 mində maşınımız sürülübdür milləndir. Bəli. 1.6-ya vurmaq olar ki, bilək nə qədərdir kilometrdən. Bəli. Motor bilmirsiniz, yığılıbdımı yoxsa? Yox, motor əl dəyilməyib. Zavod nə qoyubsa odur. Bunda da yağ azaltma var. Elə bir ki 6000-ə 1 litr belə kifayətlidir o da. Əlavə olunur yoxsa ehtiyac qalmır heç? Yox, Üstdən əlavə olunur. 1 litr Əlavə olunur. eləyirsiniz. Bəli. Bu da Priuslarda normal deyirlər. Bəli, o 90%-ində elədir. Motoru, elektrik motorunda vəziyyət necədir? Problem yoxdur. Yəni bir şeyində problem yoxdur. Bataryalarında filan. Qaydasında. Korobkası avtomat korobka olur bunlarda təbii Bəli, ki. bəli. Bunlarda da gecikmə, vurma olurmu yoxsa Yox, bunlarda? mənim rastıma çıxmıyor. Problem, elə bir problem yaşamamışam. Aha, mən də heç eşitməmişəm, bilmirəm. Bəlkə heç bunlarda olmur elə bir problem. Amma korobkada da olur. Hə, olar. Peredokda vəziyyət necə? Hamısı qaydasında. Qranatların səsi, Hamısı, küyü heç nə yox. təmizdir. Problem yox. Təkərlər Təkərləri də yaxşıdır. disk təkər təzə almışam. Azı Diskləri siz dəyişmisinizmi yoxsa? Bəli, mən dəyişmişəm. Komplet. Ölçülər eynidir. 16-lıqdır.
Bunun qapısında 15-16 qeyd olunur. 16-dır, yəni problem yoxdur. Aformatında. Təkərlər yaxşı, disklər qəşəng. Altına baxmadınız. Altında Zədə problem yoxdur altında. Yox, heç nə yoxdur. Özüm yoxlatmışam yəni sıfırda. Dəyişilənlərini də deyin də bizə. Dəyişilən yoxdur. O bir kriloda yüngül bir əziyi var. Onda krastikanı düzgün tutuldurmuşlar. Qalan hamısı zavoddur. Win kodunda baxmadınız, zədə nə olub? Win kodunda elə sən həmən kreldə yüngül varı zad olur. Yəni Win kodunda çıxır da. Maşınınız amma tam kraskalanıb. Yox, kraskalanmır. Zavod kraskasıdır. Mən bilmirəm, belə olmuş. Mən elə başa düşürəm ki, kraskalanıb yəqin ki, bir dəfə. Yəqin. Maşınınızın aynaları salamatdır, eləmi? Yoxdur ki, qırığı çatı. Yox, heç nə. İşti yaxşıdır. Qaydasındadır. Oturacaqlar dəri salondur. Yox, parçadır. Oturacaqlar Üstünə çol çəkmisiniz. Bahalı çol çək. Aynaların dördü də düymə iləndir, açıqlar, yəqin ki, işləyirlər. Hamısı qaydasında. Kondisioner də yaxşı işləyir. Bəli, super. Əlavə də kimi sual olsa yəqin sizinlə əlaqə saxlaya bilər. Bəli. Qiyməti neçədir? Qiyməti 13 min. 13 minə deyirsiniz. 12.500 sayan olsa, Yox, 13.500. 500 manat endirim yoxdur. Yox, o qədər də yoxdur. Görmək istəyən hara gəlsin? Görmək istəyən elə əlaqə nömrəsi ilə Bərdəyə yaxınlaşa bilər. Bərdədədir Kəndinə, maşınınız. Bərdəyə, bəli. Uğurlar arzu edirəm qardaş. Çox sağ olun. Siz də sağ olun. Əmək Allah xeyir versin. Sağ ol qardaş, Allah köməyin olsun. Qaran 07 satırsınız. 2010, İstəyənlər də var. 77'ye. Maşallah olsun. Maşınlar istəyən çox ollama almaq istəyən yoxdur. Ha? Dərddən elə hansı maşını çəkirəm gəlib yaxınlaşırlar. Sen çəkilişə görə yaxınlaşırlar da. Buyurun, məlumat verin. İnjektor motor, 5 skoriş, L ışıqlar, aparatura, Nə vaxtdan sizdədir maşın? 10 aydır. Sənət nədir? İtibarnamə yoxsa forma? Etibarnamə. Sənədlər qaydasında? Hər şey öz qaydasında. Klaska 45 plus, zər, bez problem maşın. Alandan sonra xərc çəkmədiniz? 10 qəpikdə. Necə almışsınız? Hətta zədələmişsiniz deyəsən maşını. Qabaq krellərin gəlib bazarın ağzına bir nəfər. Birində təbiətən uşaqlar keyflə qırıb. Bez detal, bir dənə də problemi yoxdur. Hər şey öz qaydasında. Motorlardan 06 motor. İnjektor 06. Necədir motorun vəziyyəti? Qoz kimi. Yağ azaltması, Heç səsi? nə, heç nə, heç nə. Heç nəyi yoxdur deyirsiniz. Karobkada Karofka dirənsin. atma səs yoxdur Heç ki. nə, heç nə. Mos öz qaydasında. Səs yoxdur mu? Yox. Defekt söhbəti yoxdur. Altında vəziyyət necə? Super. Çürük, pas, Super. danqrat yerləri təmiz. Super. Peredokun səsi küyü necə? Heç nə, heç nə. O da yaxşı. Təkərlərdəki normalını, Təzə sredin, orta. ortadır. Orta. Aha. Maşınımızın dəyişiləni bəs? Heç nə, zavod. Hamısı özününkilərdir. 10 dənə tutsa gəlsin, baxsın. Kraska vurulub yəqin ki əvvəllər. Ha, kraska bir dənə bəs 45 plus vurulub da. Prosto kraska çöküb perlamonta. İndi də müəyyən yerlərində bayaq dediyimiz kimi zədələr var. 2 dənə kreldir, fitio. Krelində zədəsi Yox. var. Aha. Başqa heç nə. Maşınımız normaldır. Aynalar, Aynalar hamısı qırıq çat yoxdur. qırıq çat yoxdur. Pult sistemi, aynalar, düşən knopka ilə, özü hamısı pult sistemi ilə. Ön aynalar düymə ilə. Qalxıb Hamısı, hamısı. Arxalar da yoxsa? Hamısı, hamısı. Qəşəng. Şitin üstündə bircə dənə çatı var. Bir dənə siqaretin bölündə, Marlboro bölündə. Oturacaqlar yaxşıdır. Super. Oturacaqlar yaxşı. Aparatura necə? Bahalıdırmı yoxsa? Ha, bahalı. Aparaturası. Son model maqnitofon. Qiymətini də deyirsiniz. Qiymət 80 dənə. 8000-ə deyirsiniz. 7-5 sayan olsa Bəlkə verərəm. hansı rayona gəlsinlər? Göyçay. Maşınınız da Göyçay rayonundadır. Uğurlar arzu edirəm. Sağ ol. Allah canını sağ olsun. Siz də sağ olun. Sağ olun.